Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, lirik və romantik poeziyanın parlaq simalarından olan Mikayıl Müşfiqin anadan olmasının 118-ci il dönümü münasibətilə paytaxtda anım tədbiri təşkil olunub. Tədbir çərçivəsində şairin həyat və yaradıcılığına nəzər salınıb, onun ədəbi irsinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışılıb. Müşfiqin əsərlərindən nümunələr səsləndirilib, yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olunub. Bildirilib ki, qısa ömür sürməsinə baxmayaraq, Mikayıl Müşfiq Azərbaycan xalqının yaddaşında daim yaşayan sənətkar kimi öz yerini qoruyub saxlayır və onun poeziyası bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanır. Müşfiq bahar şairidir və nakam şairimizdir. 29 yaşında o həyatını itirib. Mən Müşfiqin əsərlərini oxuyanda, Müşfiq haqqında danışmaq çox çətindir. Bilirsiniz, o 29 yaş yaşayıb, amma elə şeylər yazıb, elə yaradıcılığı var ki, ona diqqət yetirməmək mümkün deyil də. Yəni, hər dəfə mən oxuyanda yeni bir sətirlər hiss edirəm, yeni bir duyğularla həm kədərlənirəm, həm sevinirəm. Müşfiq hələ 29 yaşında sağ ikən Azərbaycan ədəbiyyatının klassikinə çevrilib. Müşfiq gənclik şairidir, məhəbbət şairidir, lirik və romantik şairdir. Onun nəinki bu mövzularda, eləcə də ana, vətən, əmək, təbiətlə bağlı şeirləri, tərcümələri, uşaq şeirləri və təbii ki, gözəl şeirləri var ki, olan mahnılar bəstələndir və müğənnilər sevə-sevə oxuyurlar. Ayan Hüseynli, Oqtay Rəhmağaoğlu, TV1.